işsizdir, iş yoxdur, çarə yoxdur, ölkə batır, bilmirəm. Çox gərgindir vəziyyət. İnanırsınız, mən baxıram, Bakıda yox tək, bütün Azərbaycanda hamı nəyinsə məşğuldur. Biri maşın sürür, biri ev tikir, biri biznes açır, biri TikTok'da qazanır. Mən inanırsınız, mənzildə yaşayıram. Burada kvadratı alanda təxminən 690 manat idi. İndi 2000-3000 arasıdır qiyməti. Hamısı satılıb, hamı yaşayır. Neçə burada 2000 mənzil var burada. Baxıram Azərbaycanda otelləri, hamısı doludur. Baxıram restoranları, hamısı doludur. Baxıram villalar, bütün Azərbaycan, tək Bakı, Mərdəkən, Sibrizyo, bütün Azərbaycan villalardan doludur. Yoldaşıma babasına 6 sot torpaq alıb Lənkəranda. Bir xudmani ev tikirəm orada, 1 ildir. Mən usta tapa bilmirəm. Birinə zəng eləyirik. İşim var 2 həftədən sonra ştukaturçik. Malyara zəng eləyirik. Maydan sonra. Bilmirəm, termoaqlay zəng eləyirik. Müştərimiz çoxdur. Krişə zəng eləyirik. İyunda gəlirik. Mən baxıram, hamı nəyinsə məşğuldur. Ora gedirik, restoranlarda doludur hamısı. Bura gəlirik, hamısı doludur, yer yoxdur. Azərbaycan xarici maşınlarına bax, belədir, dolu. Bu maşınları kim sürür? Bu restoranların sahibləri kimdir? Bu evləri kim alır, orada yaşayır? Ola bilməz ki, bir-iki ailənin hamısı mülkiyyəti olsun. Ola bilməz ki, bir-iki kruqun hamısı olsun. Burada milyonlarca insanlar yaşır. Bu milyonlarca maşınları, evləri işlədirlər, orada yaşayırlar, idarə edirlər. Kimlər? Vəziyyət pisdirsə, gərgindirsə, bunları istifadə edən insanlar kimdir onda? Başa salarsınız mənə bir dənə. Mən başa düşə bilmirəm. Mən 2 paralel ölkələrdə yaşayıram. Mən bu yaxınlarda xaricdə oldum. Yunanistan, Almaniyanı bütün gəzdim. İkinci gündən sonra dedim, qurban olma Azərbaycan, olar mən qayıdım, xahiş edirəm. Yaxşıdır, hər şey superdir. Qarşıladılar, hər şey ən yüksək səviyyəsinə qədər. Mənə bura yaxşıdır da, bilmirəm niyə, ləzzət eləyir də mənə burada. Bilmirəm, indi deyəcəksiniz ki, sənə orada iş veriblər, burada yox, söhbət ondan getmir. Burada belə bir tendensiya var. Nə qədər yaxşı olsa, o qədər də çox ağlamalıyıq. Biraz reallığa da baxaq. Demirəm, şokoladdır, konfetdir. Hamını orada milyonlarla gözləyirlər. Burada gəl, sən hər şeyə bağışlayaq. Yox, amma inkişaf üçün də platformalar var, ideyalar var. Bugün sən heç kimsən, sabah yenə də heç kim qala bilərsən və yaxud sabah hər şey ola bilərsən. Səndən də çox şey asılıdır. Deyirəm, bir daha yaxşı danışdıq. Eləsi var ki, oxumaq istəmir. Ömür boyu deyir ki, ölkə pisdir. Eləsi var ki, oxuyur, amma özünü heç yerə sala bilmir, alınmır. Amma eləsi var ki, tək tükdən gedmir, söhbət və yaxud daydayı oldu, olmadı. Yox, insan özü də neysə eləməlidir, çalışmalıdır da. Niyə ola bilər ki, əli də alınır, vəli də alınmır? Nəysə var da, nəysə bir-birimizdən öyrənməliyik. Yenə də istərdim ki, ölkəm ən yaxşı ölkə olsun və hamı yaxşı yaşasın. Və hamı demirəm, bu yaşasın, bu sürünsün, bu şokoladda, bu isə acından ölsün. Yox, istəyirəm ki, ölkəm ən yaxşı səviyyədə yaşasın və ölkənin kasıbı olmasın, ehtiyacı olmasın heç nədən və insanlar da əziyyət çəkməsin. Elə insanlar təbii ki var və inşallah biz bu arzumuza çatarıq, amma yenə də çalışaq özümüz. Necə deyirlər, spasaniye utapayışıq, deyirlər, ruk samih utapayışıq. Var olun, güzel yaşayın.